Salam, kanalıma xoş gəldiniz. Bugün mən sizə Twix dadında çox dadlı peçenyeler hazırlayacağım. Bunun üçün bizə lazım olacaq bir yumurta, yarım stəkan şeker tozu. Bunları biraz belə qarışdırıram. Üzərinə yarım stəkan duru yağ. Ve yarım limonun sokunu. Bunları karıştırıram. Bir vanil. Yarım stəkan kukuru və yaxud da kartof kraxmalı fərq etmir. Bunu da karıştırıram. Ve bir çay kaşığı kabartma tozu. Çok katmayın. Bir çay kaşığı bəsdir. Bir dolu stəkan, yani bir stəkan yarım da un gedir. Belə bir yumuşaqlıqda xəmir alınır. İndi isə bu xəmirdən balaca kündələr götürürəm və videoda gördüyünüz kimi hazırlayıram. Düzürəm tavaya və 180 dərəcədə qızdırılmış sobada üzəri az, altı isə belə qızarana kimi bişirirəm. Sonra isə üzəri üçün bir plitkanı mikrovalnovkada əritmişəm. Bunu da yaxıram üzərinə və qoyuram yağlı kağızın üzərinə tam soyusun. Baxın, belə bir peçenyeler alınır. Twix dadında çok dadlı ve asan peçenyelerdir. Siz de hazırlayın. Nuş olsun sizə də. Kanalıma abone olmağı, like qoymağı və şərh yazmağı unutmayın. Çox sağ olun.